Bax, hökumət evidir, vətəndaşların qəbulu mərkəzi. Azadlıq prospekti 4-də yerləşir. Bax, bu birinci ala qapıdır. Gəlmişəm bura su ilə bağlı problemi həll eləmək üçün. Artıq bu da 3-cü dəfədir gəlirəm. Amma problemləri həll etmək istəyən yoxdur, etmək istəmirlər daha doğrusu. Oturublar boş bekar, bax, o binada görsünüz, boş bekar oturublar. Girişdə 2 dənə cavan adamlar oturub. Deyirəm ki, burada oturmuşsunuz, rəhbərliyin qəbuluna zəng eləyin, o qəbula düşmək istəyirəm ya. Məni yazın o qəbula, deyir, biz onu eləyə bilmirik. Deyirəm, bəs niyə oturmuşsunuz burada? Hamısı boş-boş maaş alırlar. Yuxarıda oturanların evlatlarıdır, qohumlarıdır. Otuzdurublar, qucaq-qucaq maaş verirlər. Bir köplük iş yerlərdə deyirlər heç biri.